Esselamu aleykum. Hər birinizdən xahiş edirəm bu videonun sonuna kimi izləyin. Deməli qardaşlarım, illər öncə yaşadığım bir hadisə axlıma gəldi. İnşallah aklımda qaldığı qədərini sizinlə paylaşacağım. Gördüm ki, iki dənə cavan oğlan bir oğlanın səhifəsini skrin edib, üstünə də söyüş yazıb, onu da canlı yayıma qoyublar. Paylaşdıkları oğlanın səhifəsinin adına da Allah yazılmıştı, sonra da yanına nəsə yazılmıştı, yəni orasını unutmuşam. Neysə xahiş etdim ki, məni də canlıya alsınlar. Qoşuldum canlıya, o şəkli silməklərini xahiş etdim. Sonra da izah etdim ki, yəni mən dedim o oğlana görə qoşulmamışam. O oğlanı tanımıram da, onun sizə nə etdiyini də bilmirəm. Amma bildiyim bir şey var ki, Allahın adı olan bir şəklin üstünə söyüş yazmaq olmaz. Yəni siz sadəcə o oğlana deyil, Allaha da hörmətsizlik etmiş olursunuz. İnsanlar Allahın adı üçün canını belə verirlər. Siz Allahın adı olan bir şəklin üstünə necə söyüş yaza bilirsiniz dedim. Və daha da ətraflı bunlara izah etdim və sağ olsunlar fikrimi qəbul etdilər, şəkli oradan sildilər. Və buna bənzər bir mövzuya bu yaxınlarda yenə rast gəldim. Gördüm ki, bir nəfər ya Allah adlı profili söyüşlə paylaşıb. Onun da direktinə yazdım, amma mənə cavab yazmayıb və mesajımı da qəbul etməyib deyə daha yaza bilmirəm. İnşallah bu videom ona çatar, mənimlə əlaqə saxlayar. Allahın izni ilə onunla da söhbət edərəm. Baxın qardaşlarım, ümumiyyətlə bizlər müsəlmanlar olaraq bir şeyi bilməliyik ki, həyatda hər problemi həll etməyin öz yolu var. Amma söyüş heç bir problemi həll etmir. Çünki söyüş çirkin əməldir, söyüş əxlaqsızlıqdır. Ona görə söyüş nə İslam dinində qəbul edilmir, nə də oğru aləmində qəbul edilmir. Vallahi deyirəm, 5 dənə özünə hörmət qoyan, özünü tanıyan oğlanın içində desəniz ki, mən belə bir iş eləmişəm, filan insanı söyüşlə paylaşmışam, heç biri sizə haqq verməyəcək. Əksinə, içə kişisən, bu nə hərəkətdir? Kişi kimi düşmənçilik aparar, kişi kimi mübarizə aparar, kimisə söyüşlə paylaşmaq da nədir deyəcək. Söyüş acizlikdir qardaşlarım. Bu məsələni daha da incələdiyimiz zaman açıq şəkildə görə bilirik ki, kim ki bilərəkdən, yəni bəzi insanlar var ki, dərk etmirlər, bəzilər də var ki, bilə-bilə edirlər. Və kim bilərək bir insanı söyürsə, demək ki, o insan ailəsinə, sevdiklərinə hörmət qoymur. Çünki bilir ki, o söydüyü insan da bu insanın sevdiklərini söyəcək. Və bunu gözə alaraq hələ də söyürsə, demək ki, sevdiklərinə, ailəsinə hörmət qoymur. Və söyüş söyən insanı Allah sevməz qardaşlarım. Çünki söyüş Allahın sevmədiyi, razı olmadığı bir əməldir. Allah gözəldir, gözəl olanı sevər. İndi isə sizə bir sual verəcəm, amma Allah üçün mənə səmimi olaraq cavab verin. Yəni əlinizi vicdanınıza qoyaraq, düşünərək Allah üçün mənə səmimi cavab verin. Bax, bir insanı söyürsünüzsə, demək ki, o insan sizə görə dəyərsiz biridir, doğrudurmu? Yəni hörmət qoymadığınız biridir. Bəs hörmət qoymadığınız, dəyər vermədiyiniz birinə görə dəyərmi bu dünyada hörmət qoyduğunuz, dəyər verdiyiniz ailənizi, sevdiklərinizi söydürəsiniz və qiyamət gündə Allahın huzuruna boynu bükük pərişan olasınız? Yəni bunu etməyə dəyərmi? Allah Quran-ı Kərimdə dəfələrcə deyir. Onlar heç düşünməzlərmi? İndi o sualı mən sizə verirəm. Siz heç düşünməzsinizmi? Bir də ki, qardaşlar, söyüş söyməmək üçün insanın dindar olmaq vacib deyil. İnsan əxlaqlı olmalıdır. İstəyir dindar olsun, istəyir olmasın. Rəbbim bizləri əxlaqı ən gözəl olan qullarından etsin. Allahümmə əmin.